Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Mən informatika müəllimi Şəlalə Qoçuyeva. Bu gün sizlərlə birlikdə 17 may 2026-cı il tarixində keçirilmiş 2-ci cəhd magistratura imtahanının informatika suallarının izahına birgə baxacağıq. Gəlin vaxt itirmədən başlayaq. Deməli, birinci sual informasiya təhlükəsizliyi ilə bağlı bir sualdır. Mak-ünvan filtrasiyası, SSID gizli və VPN istifadəsi. Deməli, A-da deyir ki, şəbəkə adı gizlədib arzu olunmaz girişlərdən qoruyur. Bu SSID gizliliyidir. 2-yə A. 2A-nı tapan kimi C, Y, D variantları gedir. Sonra D-də deyir yalnız seçilmiş ünvanlara giriş imkanı verir. Bu mak-ünvan filtrasiyasıdır. 1-ə D. VPN istifadəsi isə iki tərəf arasında şifrələnmiş bir tunel quraraq informasiyaları daha təhlükəsiz şəkildə ötürməyə imkan verir. Yəni trafiki şifrələyir. 3-ə də B. 1-ə D, 2-yə A, 3-ə B. Doğru cavab A variantı. 22-ci sualda burada şəkildə yaxşı görünmür. Mən indi burada qeyd eləyəcəm. Deməli, bizə deyir ki, Y8 xanasındakı düsturu Y2 xanasına köçürdükdə Y2 xanasında hansı nəticə alınır? Deməli, Y8-dən Y2-yə gedirəmsə, burada ancaq sətirlər dəyişir, 6 vahid azalır. O zaman mənim düsturumda da həmçinin nə baş verməlidir? Xanalarda olan sətirlər 6 vahid azalmalıdır. Y8 xanasında olan düsturumuz budur. Bunu Y2 xanasına köçürsəm olacaq power. D8 olacaq D2 right. B8 olacaq B2 1. Aha. İndi gəlin yerinə yetirək. Bilirik ki, power qüvvət funksiyasıdır. D2 xanasının, yəni 3-ün qüvvətinə qoymalıdır nəyi? Right B2 bir nəticəsi. Right da simvolları sağdan saxlayan bir funksiyadır. B2 xanasında olan log sözünün sağdan bir dənə simvol olan G-ni gətirib qoymalıdır 3-ün qüvvətinə. Biz də bilirik ki, belə bir şey ola bilməz. Power metr riyazi funksiyadır və belə deyək də qüvvət kimi hər hansı bir hərfdən istifadə oluna bilməz. O zaman bu bizə value xətasını verir. 23-cü sual deyir, cədvəldə kortej və domenlərin sayını müəyyən edin. Kortej bizdə sətir sayıdır, domen isə sütunların sayıdır. Deməli, sətirlər 1, 2, 3, 3 dənə sətir, yəni 3 dənə kortej, sütun sayı isə 1, 2, 3, 4, 5. 3 kortej, 5 domen, doğru cavab D variantı. 24-cü sual kompüter qrafikası ilə bağlı bir sual. Vektor qrafikası minimal obyekti xətlərdir. 1-ə B, 1-ə B-ni tapan kimi A, Y, D variantları gedir. Sonra orijinal təsvirin ayırd etməsi DPI-dir. 2-yə gedir A, 2-yə də A-nı taparamsa, hələ ki elə B ilə C-nin arasında qalıram. Raster qrafikası minimal obyekti isə pikseldir. 1-ə B, 2-yə A, 3-ə C, doğru cavab C variantı. Sonra gəlir uyğunluğu müəyyən edin. Excel ilə bağlı bir sual. Deməli, xana sayını soruşur. Xana sayı necə tapılır? Sətir sayı vurulsun sütun sayı düsturu ilə. Deməli, A4 D10 xanasında sətir sayı necə tapılır? Sətirlər çıxılır bir-birindən, üzərinə gəlinir 1. Burada elədi 7 dənə sətir. A-dan D-yəcən də 1, 2, 3, 4. 4 dənə sütun var, eləyir 28 xana. Deməli, 1-ə gedir B. 1-ə B-ni tapan kimi A, B variantları gedir. Sonra 2-də S2 F19 diapazonunda sətir say. Sətir say dedik, necə tapılır? Sətir nömrələrini çıx bir-birindən üzərinə gəl 1. Eləyir 18. 2-yə gedir A, 1-ə B, 2-yə A. O zaman C və D variantları da gedir. Doğru cavab qalır Y variantı. 3-də isə B3 Y10 diapazonda sütun sayını soruşur. B-dən Y-yə də 4 dənə sütun var. Yəni 3-ə də gedir D. 1-ə B, 2-yə A, 3-ə D. Doğru cavab Y variantı. 26-cı sual. Deməli, internetə qoşulma növü deyəndə söhbət gedir ADSL qoşulma və dialab qoşulma. Deməli, 1-ə B, Y. Şülüzün protokolları deyəndə YHB və IHB belə deyək, protokollar nəzərdə tutulur. 2-yə AD. İnternetin əsas baza protokolu isə TCP/IP. 1-ə B-yə, 2-yə AD, 3-ə C. Doğru cavab Y variantı.
27-ci sualda deməli bizə belə bir mətn fraqmenti verilib və aşağıda replace pəncərəsindən belə bir fraqment verilib. Burada fikir vermək lazımdır ki, burada match case funksiyası aktivdir. Match case-də necə yazmısınızsa, o formada nəticə verir. Yəni burada əgər you sözü kiçiklə yazılıbsa, deməli siz kiçiklə olan you-ları saymalısınız ki, bu da deməli olacaq 1. Daha sonra bir dəqiqə mən şəklə diqqətlə baxım. Burada biraz bulanlıq düşüb. Sonra ikinci budur. Sonra buradakı you böyüklə yazılıb, lazım deyil. Sonra buradakını sayacağım. Daha sonra burada böyüklə yazılıb, burada kiçikləndir götürəcəm. Burada da kiçikləndir. Sonra burada da kiçiklə, burada da kiçiklə. Burada da kiçikdir həmçinin. Burada da və burada da. Bir dəqiqə mən yenə orijinal variantla yoxluyum. Görüm gözümlə yayla bir şey yoxdursa sayaq. Bəli, orijinal versiya ilə də yoxladım. Elə saydıqlarımız olacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Doğru cavab olacaq 10 dənə B variantı. Daha sonra keçək növbəti sualımıza. Deyir ki, obyektlərin qrup şəklində axtarılması üçün bu sual hətta bu yaxınlarda dövlət qulluğu imtahanına da düşüb. Burada olacaq ulduz və sual işarəsi maskalar 1-2 B variantı. 29 deyir, hansı əməliyyatların köməyi ilə aşkarlanmış orfoqrafik səhvləri düzəltmək olar? Ümumiyyətlə bilirik ki, orfoqrafik qrammatik yoxlama yerləşir harda? Review tabı, proofing qrupu. Bir dəqiqə həmin hissəni bir daha sizə nümayiş elətdirim. Baxın buradan. Review tabı və proofing qrupunun spelling and grammar əmri vasitəsilə biz nə edə bilərik? Orfoqrafik qrammatik yoxlamanı həyata keçirə bilərik. İndi keçək sualımıza baxaq. Bizdən də indi soruşur ki, orfoqrafik səhvləri düzəltmək olar. Birdə deyir ki, review'dan, proofingdən spelling and grammar əmri seçməklə. Bir doğrudur. Bir doğrudursa, bir olmayan variantları çıxıram. 2-də view tabı deyir. View tabında bu əmrimiz yoxdur. 2 olan variantı çıxıram. 3-də deyir F7 düyməsi. Bəli, F7 orfoqrafik qrammatik yoxlamanın klaviatura qarşılığıdır. 4-də Shift F7 deyir. Bu sinonimlərin tapılmasıdır. 4 olanı çıxıram. Doğru cavab qalır D variantı. Həmçinin 5-də də orfoqrafik səhv kimi işarələnmiş sözün üzərində sağ düyməni sıxmaqla da açılan menyudan həyata keçirmək olar. 1-3-5 D variantı. 30-cu sual deyir, kompüterin arxitekturasına əsasən tərkib hissələrinə görə uyğunluğu müəyyən edin. Deməli, burada baxacağım nəyə? Hesablama və məntiq imkanları deyəndə həmişə bunu tələbələrə deyirəm, belə yadda saxlayın. Əmr ver, işləyim, açar sözü ilə yadda saxlamaq olar. Necə? Deməli, fikir verin bura. Əmrlər sistemi, verilənlərin formatı və işləmə sürəti. Əmr ver, işləyim. Bunlar hesablama və məntiq imkanlarına aiddir. 2-yə AC-ni tapan kimi elə doğru cavabımız çıxır D variantı. Aparat vasitələri deyəndə idarə etmə prinsipi və kompüterin məntiqi strukturu, proqram vasitəsi dedikdə isə əməliyyat sistemi nəzərdə tutulur. 1-ə B-dir, 2-yə AC, 3-ə Y, D variantı. 31-ci sual deyir, aşağıdakı kimi verilmiş faylların yollarını göstərin. Deməli, protokola getmək üçün C-dən dataya, datadan dokumentə, dokumentdən referensə, referensdən isə protokola getmək lazımdır. C, data, dokument, referens, protokol. Sonra digər monitora getmək üçün C-dən gəlməliyəm dataya, datadan picture-yə, picture-dən monitora. Bu hissə də uyğun gəlir. Daha sonra CD-yə getmək üçün isə yenə eyni yolu C-dən dataya, datadan picture və picture-dən CD-yə getməliyəm. Doğru cavab Y variantı. 32-ci sual deyir, onluq say sistemində verilmiş bu ifadənin qiymətini 16-lıq say sistemində göstərin. Gəlin bunu keçirdək boş bir hissəyə. Deməli, 2 üstü 3 üstə gəl. 8 üstü 2 üstə gəl. 7 vurulsun. 8 üstü 3. Deməli, gəlin bunu neyniyək? Gəlin əvvəlcə bunu neyniyək? 8-liyə gətirək, 10-luqdan 8-liyə, sonra 8-likdən 16-lığa keçirdərik. Necə? 2 üstü 3 bilirəm ki, məndə 8 üstü 1-dir. Üstə gəl, 8 üstü 2, üstə gəl, 7 vur, 8 üstü 3.
Gəl bunu onluqdan 8-liyə keçirsəm. Baxıram ki, 8 üstü 3 əmsalı 7, 8 üstü 2-nin əmsalı 1, 8 üstü 1-in əmsalı 1, 8 üstü 0 yoxdur, yerinə yazıram 0. Bu oldu 8-lik say sistemində. İndi gəlin bunu keçirək 4-2-1 qaydası ilə ikilik say sisteminə. 7 olacaq 1, 1, 1. 1-i 4, 2, 1 ilə çevirsəm olacaq 0, 0, 1. Yenə 1 olacaq 0, 0, 1. 0 da olacaq 0, 0, 0. Bu oldu ikilikdə. İkilikdən də 16-lığa keçmək üçün 8, 4, 2, 1 qaydasından istifadə edirəm. 4, 4 ayırıram. Və çevirək. 8, 4, 2, 1, 8, 4, 2, 1, 8, 4, 2, 1. Deməli, birinci hissədə olacaq 8, 4, 2 eləyir 14. 14 də məndə 16-lıqda E hərfidir. Sonra burada olacaq 4, elə 4 olaraq qalır. Sıfırların üzərindən xətt çəkdim. Burada da sıfırların üzərindən xətt çəkəndə qalır 8. Y 48, 16-lıqda. Doğru cavab olacaq A variantı. Sonra 33-cü sual. Deməli, mənə deyir ki, D4 xanasının qiyməti. Bu hissəni hesablamalıyıq. Bunun üçün də mən D1, D2 və D3 hesablamalıyam. D1-də if funksiyası verilib. A1, yəni 3 böyükdürmü B1-dən, 4-dən? Yox. Onda gedirəm, operator 2, yəni false olan hissəni götürürəm. Burada da C4 verib. C4 xanasında da yazılıb 6. Sonra burada verib len S1. S1 xanasının uzunluğu, yəni simvollarının sayı 2, 4, 6, 8, 10. 10 budur, ondan da 6 çıxıram 4. Sonra countif şərtə görə saymaqdır. A1, S3. Bax, bu diapazonda 3-dən böyüklər. 1, 2. 2 dənədir. İndi samı hesablayaq. S1, D3 diapazonunda, deməli, baxın bu diapazonda S1-dən D3-ə qədər. Burada olan xanaların cəmi. Eləyəcək 2-nin, 6-nın, 4-ün və 2-nin cəmi. Verir 14. Üstəgəl, bir də A1, B2, yəni bir də bu diapazonda olan ədədlərin cəmi 3-ün, 4-ün, 1-in cəmi verir 8. 14-dən də 8-i toplayanda 22 Y variantı. 34-cü sual. Hansı bənddə alqoritmin diskretlik xassəsi verilmişdir? Aha, deyir, hansı bənddə alqoritmin diskretlik xassəsi verilmişdir? Diskretlik xassəsində alqoritmin bütün addımları müəyyən ardıcıllıqla icra olunur və hər bir addımın icrası başa çatdıqdan sonra növbəti addıma keçirilir. Doğru cavab A variantı. Daha sonra 35-ci sual. Aşağıdakılardan hansı təqdimata baxış rejimi deyil? Deməli, slide sorter var, notes page var, reading view var, outline var, amma print layout bu Word-da olan sənədin baxış rejimidir. Yəni doğru cavab C variantı. 36. Şəbəkə protokolu olmayan POP3 var, FTP var, SMTP var, TCP/IP var, amma ISDN bu şəbəkə protokolu deyil. Sonra 37. Router, modem və konnektorun təriflərini uyğunlaşdırma eləyirik. Konnektor açar sözümüz şəbəkənin nazik kabeli, şəbəkə adaptını nazik kabelə birləşdirir. 3-ə B. 3-ə B-ni tapan kimi B və A variantlarına çıxıram. Daha sonra router qurğusu OSI-nin şəbəkə səviyyəsində müxtəlif topologiya və müxtəlif protokollu şəbəkələri birləşdirir. 1-ə Y, modem isə telefon xətti vasitəsilə qlobal şəbəkəyə qoşulur. 2-ə D. 1-ə Y, 2-ə D, 3-ə B. Doğru cavab C variantı. Keçək növbəti sualı. 38 deyir, şablon əsasında yeni təqdimat yaratmaq. Yeni mi deyir? Deməli, new deyir. New da hardadır? Faylda. Fayl tabından həyata keçirilir. Doğru cavab Y variantı. Həmçinin bu sualı belə də versəydi ki, sənədi şablon kimi yadda saxlamaq, yenə söhbət fayl tabından gedəcəkdi. 39. Sənədin birinci səhifəsinin nömrəsini müəyyən edin. Bunu necə eləyirik? Düstur kimi. Buranı verib 106, buranı verib 103. 103-dən, belə deyək də bunu, 106-dan çıxıram 103, üzərinə gəlirəm 1, eləyir 4. Bu mənə ilk səhifənin nömrəsini verir. Həqiqətən də yoxlasaq, bu dəqiqə mənim kursorum 103-cü səhifədədir. Bax, 101, 102, 103. Deyək ki, bu hardan gəlir? Birinci səhifədən. İndi mənim bu birinci səhifəmdə nömrə nə imiş ki, 103-ə gəlib çatanda bu olub 106.
Deməli, birinci səhifəni tapmağım üçün yenə deyirəm, 106-dan çıxıram 103, üzərinə gəlirəm 1, bu da verir 4. Yəni, söhbət bu məntiqdən gedir. 40-cı sual. Doğru mülahizələri seçin. Case texnologiyası mürəkkəb informasiya sistemlərinin yaradılmasında tətbiq olunur. Bir doğrudur. Bir doğrudursa, bir olmayan variantları çıxıram. Daha sonra 7-də daha doğrusu 5-də deyir ki, interpretator kompilyatordan fərqli olaraq ilkin proqramı bütövlükdə maşın koduna çevirir. Xeyr, bütövlükdə çevrilən kompilyatordur. 5 yanlışdır, 5-i çıxıram. Daha sonra 8-də deyir ki, maşın dilindəki proqrama ilkin proqram deyilir. 8 də yanlışdır. Doğru cavab qalır Y variantı. Kompilyator da translyatorun növüdür. İnterpretator da translyatorun növüdür. Həmçinin IDE də instrumental proqram təminatına daxildir. 1, 2, 4, 7 doğru cavab Y variantı. 41-ci sualda N'in qiyməti deyir 5-dir, X-in qiyməti 2-dir, S1 0, S2 1 verib, I-nin qiyməti də 1-dir. Deməli, burada həm dövr var, həm də budaqlanma var. Bu proqramı həyata keçirəndən sonra nəticəsi olacaq 13. 42-ci sual. Fon şəklinin iş masasına yerləşdirilmə rejimləri. Deməli, iş masasının kontekst menyusundan personalize bölməsinə daxil oluruq. Buradan backgrounddan rejimlərimiz fill, fit, stretch, tile, center, span. Bu rejimləri seçmək lazım idi. İndi gedək, seçək. Deməli, olacaq burada center, stretch, tile və span. 1, 4, 6 və 7. Daha sonra 43-cü sual. Deyir ki, 1024-ü 1024 pikseldən ibarət qrafik təsvirin ötürülmə sürəti. Və yazıram, sürət bərabər 512 kilobit böl saniyə, zaman t bərabər 16 saniyə. Bu təsvirin, bu qrafik təsvirin palitrasındakı müxtəlif rəng çalarlarını maksimal say. Bilirik ki, qrafik təsvirin həcmi piksellərin bir-birinə hasil, yəni 210 vur 210, 1024-ü 1024-də yazıram. Vurulsun rəng dərinliyi i bit. Və həmçinin həcm nəyə bərabərdir? Ötürülən, belə deyək də, həcmin sürətinin zamanlı hasili. O zaman mən bunu bu cür yazarım. 210 vur 210 yazaram. 220 vur i bit bərabərdir. Sürətim 512-ni yazaram 209. Kilobitdən birbaşa bitə keçərəm. Vuraram 210-a. Vurulsun zaman 16. 204. Və buradan ixtisarları həyata keçirək. Deməli, buradan 219-dan 220 gedər, 2 qalar. Burada 2 ilə 204 gedər, i bərabər 203, 8 qalar. Bu məndə rəng dərinliyidir. Məndən isə rəng çalarlarını maksimal say, yəni n bərabər 2 i düsturundan n-i soruşur. Onda n bərabər 208, bu deyilir 256. Doğru cavab olacaq 256. 44-cü sual lent tablarını istəyir. Paragraf lent qrupudur, arrange lent qrupudur, page setup lent qrupudur. Outlining, draw və deməli equation. Bunlar lent tabıdır, proofing də lent qrupudur. 2, 5 və 7 olacaq doğru cavabımız. Və 45 sorğu, cədvəl və formanın təriflərinə uyğunlaşdırma etmək lazımdır. Ümumiyyətlə demişik ki, əgər cümlədə daxil etmək açar sözü görürüksə, bu nədir? Bu olacaq bizdə formanın açar sözü. Formanın açar sözü. Daha sonra. İndi fikir verin bura. A-da deyir ki, verilənləri bazaya daxil etməyə və baxılmanı həyata keçirən blank. 3-ə olacaq A. Sonra, sorğular nə üçündür? Bəs müəyyən şərtə uyğun olaraq və yaxud da verilənləri seçməyə, emal etməyə imkan verir, xidmət eləyir. 1-ə gedir D. Sonra cədvəllər isə verilənlər bazasının əsas obyekti və bazada verilənləri saxlayır. 2-yə də B. Deməli, 1-ə D, 2-yə B, 3-ə A. Bundan da suallar nizahı yekunlaşır. Ümid edirəm ki, sizin üçün aydın olmuşdur. Yenə də hər hansısa bir qaranlıq sualınız qalarsa, buyruq verə bilərsiniz. Hər kəsə uğurlar.